let's get started without losing any time in this case. As I have promised, in today's class, we are going to look at Cambridge 18, Test 4, and we'll work on the reading passages. So we'll start with passage 1, as we have always done. So guys, as you can see here, we have 3 types of questions, like gap filling, information matching, and multiple selection questions. So what do you think? With which question type should we start? Think gap filling. Yeah, for sure, we should start with the gap filling questions, as you have said. So these ones are gap filling questions. So we are required to find some keywords from them. Let's remember what the keywords are. So as we have mentioned, so they can be specific nouns, years, just nouns, something like this, or maybe sometimes adjectives we can take. Let's look for the keywords. For example, advantages can be our keyword, yes. Anything else? Money, wildlife, for example, medical, something related to medical profession, health, and something like that. So let's look for them in the given passage. If you see something relating to medicine or health, doctors. These ones are medical profession, yes. And at the same Or time, maybe Wildlife is so anxiety and depression, these ones are mental health issues, right? So here, and physical problems, for example, obesity. Yeah. Let's look for these ones as well. Flood, by the way, we can take this one. If you see the word of flood, just tell me, please. It can be most probably in paragraph A. Benefits. wildlife. Benefits, Wildlife. this is advantages. Yes, firstly, wildlife. This is wildlife, you're right. Flood. This is the game flood. So yeah, we will find it like that. So let's get started. We should find something relating to money. Save, okay. Hello. Money is spent on something. Okay. So the money is spent on what, guys? Find the answer. cost. Energy. Energy. Cost means money, so it will not be cost. Which They test is it? Cambridge 18, test 4, if I'm not mistaken. Why do you need this? Like, you don't need to know this passage. They can also be used for producing something, growing. So the answer, Food. Food. medical profession recommends, and here we have found doctors. As an Doctors. activity, we need to find the name of the activity. What's the name of the activity? Maybe Prescribing time. Gardening. Gardening. Gardening, bağbanlık demeydi. So it is activity. Yeah. And we need to find physical problem, as we have mentioned, obesity. Yeah. We have already worked on this one. So let's continue with this one. Paragraph C, they have already given the location. Teacher, which test is that? I will not tell this one. So you will go and find the answers on the internet. So I will not announce this. Advantages and paragraph C and newer buildings, for example, can be chosen as our keywords. So let's look for them, guys. Yes, required new buildings. Okay. We are just reading and trying to understand it. Okay. So dating from this development or the countries benefit from having newer buildings. Okay. And then environment, which makes it easier to install green roofs. Okay, easy to install in this case. Being able to keep enough water at roof height. Distributing on a rooftop is crucial. Maintaining the plants, okay, especially the edible plants. Edible, it means which ones can be eaten. It's much easier to do this in your buildings, okay. Having a stronger roof, it's easier to grow a greater variety of plants. And since the soil can be deeper, as you can see. So let's look for the answers. It says longer growing season for edible plant. If we had edible,
but it is like is crucial to maintain them. It's not about like longer season, you know, shorter season. We do not have anything about this. So that's why this is incorrect. More economical use of water. Guys, did we have anything relating to money No. here? No. No. Relating to money, we Ability. didn't have. So that's why it is incorrect. Greater water storage capacity. Yeah. Capacity, Yes. water keep storage enough- capacity. It is keep enough It's water. keep yes. enough water. Yeah, that's why C is correct. Ability to cultivate more plant types. Yeah, Yes. more plant Maintain, types. yeah, the Greater plant, variety greater of variety of plants. plants. Yes, the same Variety. meaning. Yeah. A large surface. We do not have There's anything many about facts the about the surface. surface. No. Yeah, that's why C and D will be the correct answers. So paragraph E, let's open paragraph E. That's here. Now, second, mainly properly and function well. Improvements in the science and technology underpinning blue roof development have on new variations. For example, blue roofs enable building to hold water over longer periods of time rather than draining away the current. They're also combination of with solar panels, roofs which are wilder in nature and maximize biodiversity. It means like increases biodiversity. If the trend continues, it will create new jobs, and more vibrant and sustainable. Sustainable local Local food food economy. Sorry. There's still barriers in case in the road have the potential to maybe study and replicate it elsewhere to make it green. So let's look for them in this case. Firstly, we will list this to provide habitats for guys. Did we have anything relating to like actually a wide range of species? This is what? This is biodiversity. Biodiversity. Yes. And the nature, something like habitat for them. So it can be the correct answer. We were successful even in the wettest climate. We do not have about wettest climate like and etc. So that's why it's incorrect. To regulate the temperature, guys, did we have anything about the No. temperature? No. No. To generate power from sustainable. Yeah, sustainable This is local Sustainable food local economy. food. but this is about D. economy. No. Yeah. Generate It's power. about We power. had renewable energy or something like this. Let me find. Yes, solar panels. Can you Solar see? panels, Solar yes. Solar panels. This is generating power from a sustainable source. It is sun. Collect water to supply No, other other water. buildings, no. We No. had water, but it is about longer periods of Longer time. You know, periods of time. it wasn't about to supply other buildings and etc. So that's why the answers will be A and D here. Did you understand? Neye göre oldu? Neye göre oldu? Sustainable source of energy. A. Habitat, nature, a wide range of species, biodiversity. Muhtelifliği artırmak. Yani çeşitli növler. Did you understand? Diversity and Yes. wide range of Yes. synonyms of child. So now it is time to continue with this one. So challenges, çətinliklərlə before, ondan əvvəl düzəltməli olduğumuz çətinlikləri soruşur. A city, baxın, konkret bir şəhərin adı verilməlidir bizə. Ve Green Roofs have been promoted. Hardaki reklamı təşviq ediblər də Green Roof'u. Çox illər. Model kimi istifadə. Burada deyir replicated. Studied Yeah. and replicated. Bir şey eğer study edib onu kopyalayacağım. Sonra model kimi istifadə edirəm də, düzdür? Yeah. Bir də burada deyir ki in combination with other green urban to make green walls in cities around the world. Yes, that's correct. I think that will be E here. Persuasive argument, financial benefits. Something about like Üçten iyi olmadı. money Model olmalı. Model o üçüydü. Ha, o iyi. Karıştırdım ben. Yes. So yes, 3 olacaq. İyini keçirik digərlərinə. Adətən işləmədiyimiz paragraflara. Hansı Məndə işləmiş yoxsa? hansı paragrafda combination görmüşdü elə həmin sözü. Hansı paragrafdaydı combination? Hələ Yəni onu birinci ilə demişdim. başlayaq D-dən. D-ni heç işləməmişik. Ona görə də D-nin hansındasa cavab olma ehtimalı var. You may use any letter more than once, so some of them will be used so many times. Convince inandırmaq, ikna etmək deməkdir. Persuasive, yəni ikna edici argument eyni mənanı verir. Bir də investorlardan danışırsa, onda pulla bağlı bir şeydir də, düzdürmü? Aynen. Biz də demişik ki, minimum ikisini tapmalıyıq da. Ona görə bura dini yaza bilirik. Amma you may use any letter more than once deyir deyə yenə işlənə bilər deyə baxıram hələ.
Deyir ki, hansı addımlar atılmalıdır əvvəlcədən? Hə, baxın, Protect-dən danışır. health and safety requirementlər falan olmalıdır da, yəni challenge'lərdir. Challenges. Yes. Tamam. So that's why our answer will be D also for this question. So let's continue with the remaining paragraphs. O niyə Bir- challenge olur ki? Çünki bu deyir, bu şərtlər qarşılanmalıdır da, sağlamlıq, safety şərtləri qarşılanmalıdır. Yəni onlar o çətinliklərə qarşı gəlməli. Sonra restrictionlar var. Bunlar da yenə challenge'ların sinonimləridir. Okay? Then let's continue. Bir şəhər adı axtarıram. Hansısa paragrafda mənə konkret bir şəhər adı verilsin. UK ölkə UK. adıdır, amma burada London var. London var. London Yeah. Plum. Yeah. Hələ ki qalsın. Anı saxlayaq, görək başqası da varmı? B-də North America. yoxdur. San Francisco, San USA. Francisco, USA. Toronto. Ya da Bəs indi Toronto, tapmalıyıq başqa reklam olması və illərlə olması. Baxın, deyir 1990-lardan bəri. Deməli illərlədir, düzdürmü? Yəni encourage edirlər, yəni promote edirlər, Həvəsləndirir. düzdür? Yes. Bunu götürdük Toronto. C. Yeah. C. Keçirik dördüncü suala. Burada nədən danışır? Combination'dan danışır. B-yə heç baxmadıq bayaq. Combination bilirsiniz də, work together və sair şəklində mənasını verir. Neydi o? Arzuxan Hansı i hissədən? variantı ən axırıncıda combination sözü var idi. Bayaq özünüz də elə tapmışdınız ən sonuncuda. Axırlarda Sonuncuda. bəli. No, yoxdur axı combination. They are also combination of green roofs with solar panels. Hani? Combination yox, replicate tapmışdıq Hə, modeldən bunu ona görə deyirsən. götürdük. Combination, yes. There are also combination. Deyir ki, example can work in combination with other green urban. Green Otherdakı urban, roofdur o da, solar roof panelləridir. Hə, on. Bəs onda i-ni də iki dəfə istifadə edilmiş oluruq axı. Amma bir dəfə biz istifadə edə bilərik də. birini iki dəfə istifadə edə bilərik, ikisini iki dəfə istifadə edə bilmərik bu tip suallarda. Ona görə gəlin işləmədiyimiz Orada neon da paragraflara da eni baxaq yazır. hər ehtimala. Necə? Orada niyə onda eni yazır, one yazmır? One letter more than once demək yerine eni yazır. Hər Elədir də, sual tipində belədir. Bir eyni deyir, amma bütün həmişə elə olur. Okay? Ha, okey, bildim. Baxın, integrate with nə deməkdir? İnteqrasiya İnteqrasiya eləmək, eləmək. combination İnteqrasiya eləmək. Bu da environmental friendly deyir. Bu da nədir? Ətrafı dostası. Green roof. Greendir də, düzdürmü? Aha. So, cavabımız hətta verib də soil or water. B. Amma gəlin baxaq niyə dinin olmadığını da başa da düşməyə çalışaq eyni zamanda. Birinci ona görə deyil ki, çox eynidir də, yəni combination. İkincidə ki, deyir ki, green roofs and green initiatives. Digər initiativ. Burada sadəcə solar panellərdən verib, böyük ehtimalla buna görə olacaq. Və burada examples deyir, necə işləyə biləcəkləri. Burada sadəcə işlədikləri deyilir. Yəqin ki, bu paragrafda həm də necə işləyə biləcəkləri də göstərilib. Can be integrated with, yəni bunlarla, such as street trees. Burada daha çox da inisiativlər haqqında məlumat verilib. So that's why I think it will be the correct answer here. Eyni zamanda solar daha çox sustainable bir şeydir, initiative. Amma green'də daha çox burada green walls Environmental friendly olması daha uyğun gələn sinonimdirlər. Eynən. So, keçdik. Part 2-yə. Multiple choice, adam adı, mesnat kimi. Məncə adam adı ilə başlayaq. Bir də yaddan tapaq. John. Jeff Howard. No, yox. Jeff də yoxdur. Bu var. Yeah. Carl Dweck. Bu da eyni adamdır. Yeah. Okay. Bir dəqiqə şala telefonumu səssiz salın. Okay. Daha sonrasında. Andrew. Andrew var yenə. Gilman. Bu adamın work'ü deyirdim, Andrew. adamın sözü haqqında nəsə demir. David Yeager. David. Aha, bu David ikisi. Yeager, Yok. Gregory Hı Walton. hı. Timothy onda onlarla nəfər olmalı deyir. Tapdıq da. Okay. Yuxarıda başlayaq. keçə var idi şey. D variantındakı var idi Bates. Timothy Harda? tapmadı axı. Kimi tapmadıq? Timothy. Timothy Bates. Timothy Bates'i Blake'in altındaydı. Bates'de
David'dən əvvəl olmalıdır da. Buradan da baxaq. Andrew var. Ha bu Rachel professor. Professor. burada. Professor psychology. yani. Okay, başlayaq burada. Demişdim adətən dırnaq içərisi və yaxud da Says. say that, nə bilim, plan şey. Ergüt, bu ama John'du da, o değil. Onda bir dənə was one of the, okay, görə neyini? Was one of the ilk insanlardan idi 19-cu əsrdəki quantify elədi cognitive ability. Kognitiv. So, strictly hakkında bir şey yok muydu? Yok, unchangeable, the growth mindset should be promoted. No, bunlar hiçbir. Adamın fikri hardadır? Harda fikir bildirir? In the early Consider days. cümlədə something ergüc zət innate- var. Growth mindset innate yok. as something innate. Özün- Ondan sonra var axı dırnaq Dırnaq şərəsi. fix. Growth mindset teori. Hanı dırnaq şərəsi? Ah, Bu onun gəlin fikridir mi? birinci. Amma burada Bil- təzən John'dan danışır axı. Bilmirəm bu kimin sözüdür. Orada ergüc zət var. Kim ergüt? Birinci abzas. As bu Jeff'dir. Jeff ayrı Jeff'in adamdır. kim? Bu hissəyə baxmırıq, okey? Bu Jeff'dir. Birinci Jeff yoxdur da. abzasında Bu sonuncu kimin cümləsində ideyası var. da? Bu dırnağı harda bitirir ümumiyyətlə? Burada bitirilər. Balacadır, hə, balacadır. Yox, məncə elə bu hissəyə baxmalıyıq. Axırıncı cümlə. Belki the Mama concept axırıncı of- cümlədə var deyəsən. Ergüt Bu? dəstəyir orada. Aha orada. Amma bu John daxı dedim John sizə. Dewey diyelim. Başqa Aha, adamdır. hə. Buna baxa bilmərsiniz. Eyni adam deyil. Bunu saxlayıram hələ. Keçirəm o birisinə. Karola baxıram. Qruplara bölüb, hamısına deyib ki, işte testlərimiz var falan. Bunun dediyi söz hardadır bəs? Okay, ümumi görə nə edib? Düyək edib və o hamısına deyilib ki, onlar yuxarı balayıblar testdə. Amma ilk qrupu tərifləyib intelligence-nə görə. İkinci, amma digərlərini effortuna görə tərifləyib. İkinci qrup, yəni kimləri ki, growth mindset-ə görə, growth mindset aşılamışdılar. Onlar far more likely to put effort. Onlar daha çox effort verirdilər də tasklara. Amma ilk qrup kim ki bunun artıq öz dəyərlərini risk atmaq istəmirdilər də. This group had developed success. Onlar düşünürdülər ki, the group had developed success or failure. Bu onların anadan gəlmə bacarıqlarına görədir də və bu fixed mindsetlər gətirib çıxardı onların bursuzluq qorxusuna və effort eləməməklərinə və s. Strict enough yox. Has been unchangeable feature. No, unchangeable da demədi. 22 Ki, də. insanlar inanırdılar. Has no effect. Gross mindset, no. Academic achievement haqqında bu şey vermədi axı. Is not boosted enough, interpreted. Nothing about this again. Bu hissədə də yoxdur. Burada okay, bunun dediyi söz var. Research designs have enough degrees of freedom. Okay. Enough degrees of freedom. Yəni azaddırsa, hansıdır onda bunun cavabı? Andrew'nun cavabı. Tapın. 20. Was not strict enough. Was not strict enough. Was not Bəli. strict enough. Azaddır, yəni strict deyil. Kimdir bu? Andrew. Yəni Andrew. C. C. Bunun da dırnaq içində var. Timothy'nin. People with don't come anyways. Are not getting better. Okay, baxın deyib daha yaxşı qiymət almırlar. Bu nə deməkdir? Academic achievementdir də. Academic Düzdürmü? və- Has no No effect. No effect. Kimdir bu? Timothy. B. Timothy, yəni. Timothy Bates. Görürsünüz daha çox dırnaq olan yerlərdə. İndi bəlkə gəldi. For improve it's just for making children feel good. Feel good. Student moral. Moral değil. Moral. Moral. It's Boost not, into- it's not deyir bu da. Kimdir bu? Anyone. Yəni B. Hı-hı. Sonra keçir Dırnağa görə tapa buna. bilərik də bunları. Bəli, adətən dırnağın içərisinə verilir. They say that, okay? Deyir ki, indi cavab gəlir. So teachers as coming that they had put under its intended effects, okay? Deyir ki, istənilən effektləri geri ala bilər. Yəni interpret ola bilər, deyirlər ki, incorrectly Interpret, ola bilər. Bu kimdir? Bu David Gill'dir. Yəni David Yeager and Gregory B. Wolf. Mhm. Yeah. Adamlar sonra yenə varmı? Başlanğıcda bu adamın yanında deyir ki, something innate. Innate nə deməkdir? Anadan gəlmə deməkdir. Baxın, hə, burada da deyir ki, inherent ability is destiny. Yəni sənin IQ Unchangeable sənin feature ola qəderindir bilər, də. ya Yəni dəyişməyən. unchangeable. Şimdi bu Unchangeable. Albert. Alfred. Huh? İşlətmədiyimiz adam qaldı.
Yox, sadəcə deyir ki, you may use an letter more than once. Okay. Biri Kim, qaldı. hansı Being sən? aware of it. Bu kimdir? Bunu biz baxmadıq ha. Gross. Bu çox güman şey olacaq. Bir John dənə Dewey. qalmaz. Tries to improve. Əslində bu şey deyəm. John Dever. Promote-dur da, elə Okay. bil ki, posterləri falan eləməklə, onları promote eləməkdən danışır. Amma məsələ odur ki, bu kimin sözüdür? Yenə bayaqki adamın sözüdür John Dever görəsən. değil. John Dewey ola bilər çünki John axırıncı yoxdur John Dewey. axı. John deyə biri yoxdur bizdə. Jeff Howard yazılır orada. Məsələ oradadır. John deyə birinin olmamasına görə götürə bilmirik. Hansını seçməmişsə odur da məncə. Hamısını seçmişik. A, B, C, D, hamısını seçmişik. Biri iki dəfə istifadə olunacaq. Hansısa yerdə məncə kimsə görmürük. So, kiminsə adı yenə varmı görəsən? Bir dənə baxma. Motivational posters. Məncə yuxarıdakı yerlərdən birini bir şey oxumamışıq. Bence de oxumamışıq, amma harda oxumamışıq, onu axtarıram. Baxın, misunderstanding bu buydu da. Way. Bilinçsiz bir şəkildə istifadə edə bilərlər. Yəni, without students being aware of it. Effectiveness being aware of it ola bilər. So, ona görə subconscious way-də, yəni onları bildirmədən bunu göstərə Bəs bilərik. burada maximize their effectiveness. O da ki being aware of Aa, yerinə bir də işlənib. maximize, hanı maximize? Hə, Maximize effektlərini the- artırmaq, yəni should be Yeah. promoted da, yəni dayda təşviq oluna bilər, artırıla Being bilər. aware of it yerinə nə işlənib? Bəs in a subtitle. Without being Subtle aware way. of, in a subtle way şəklində yazılır. Okay? Tamamdır, o getdi. Sonra gəlin istəyirsinizsə yes or no keywordları eləyək. Amma birinci baxaq ki, hansı sual ya da yes or no keyword eləməyək. Niyə? Çünki qəşəng keyword yoxdur. Keyword olsaydı bunu eləyərdim. Keçək buna. Müəllimə subtitle way nə gedirdi? Subtitle way. Bilinçsiz. Being aware of. Vermədən onlara, bildirmədən. Okay, bax bunu oxumuşduq da. Burada nə deyir də? Anadan gəlmə falan olmasından danışır da. Amma bir dənə oxuyaq. Deyir ki, biz ilk paragrafda nə öyrənə bilərik? Intelligence-in əvvəl innate anadan gəlmə olduğunu düşündülər. Biz ona fayda edə. Sonradan öyrənirəm ki, intelligence is not fixed da. Fixed deyil. With the right training, düzgün training, hə? Biz öz zehni bacarıqlarımızı inkişaf elətdirə bilərik. Bu adam IQ testlərini falan elətdirib. Hə, bu baxın earlier view-nu tuturdu da, yəni anadan gəlmə olduğunu düşünürdü. 20-ci əsrdə başqa şeylər görüblər ki, is destiny, instead educating children could. Sonradan görüblər ki, yox, biz inkişaf elətdirə bilərik. Sadəcə nə gördük, nə başa düşdük paragrafdan? IQ-muzu inkişaf elətdirə bilərik də, düzgün environment-ə düşsək, IQ-muzu inkişaf elətdirə bilərik. So, görək hansıdır? Where the notion of innate intelligence first began. Deyir ki, nə zaman anadan gəlmə olduğunu ilk başladı da düşünməyə. Harda başladığı haqqında məncə bir məlumat yox idi. Ona görə bunu götürməyəcəm. When ideas began to shift. Nə zaman ideyalar dəyişməyə başladı? Məncə məsələn deyirik 20-ci əsrlərdə falan bunu götürə bilərik, amma tam hal-hazırda da əmin deyiləm, o birlərə də baxacağam. How scientists have responded to changing views of Bir var da. Sizə demək istəyirsinizsə, zəhmət olmasa səslə soruşun. Çünki mən həm sizin səsinizə qulaq asmaq, həm də chat oxumağı çatdırmıram, həm də tekst işləmək. When ideas about the nature of began, how scientists have responded to changing views of intelligence. Burada Məncə deyil. The scientistlər, bizdə bir dənə, yəni scientistin fikri idi və changing Deyil, views of ola bilər. intelligence and turned away from mind. Nəyə görə insanlar bu ideyadan daşındılar? Yox, niyə daşındıqlarını vermədi axı? Məncə bir olacaq. Nə zaman ki ideyalar dəyişməyə başladı. Nə vaxt dəyişməyə başladı uşaqlar? Öyle ötmenin. 20-ci əsrdə artıq başladı bunlar dəyişməyə. İnsanlar fərqli düşünməyə. Ona görə də cavabımız olacaq B variantı. Keçdik second paragrafdan. Məktəblərdə nə edirlər? Biz görürük belə zallar, orada motivational posterlər var, speechlər eşidirik və s.
A major functionality is supposed to students away from the seeing failure and the intention of their ability and towards seeing its chance to okay, uşaqlar istəyirlər ki, uğursuzluğu uşaqlar görməsinlər, belə şans qaçırmaq kimi, əksinə özünü inkişaf etdirməyə şans kimi görsünlər. Smart is not something that you are. Smart is something ki, ağıllılıq elə bir şey deyil ki, sən prosta elə olursan da, ağıllılıq elə bir şeydir ki, sən onu qazana bilərsən deyir. Deyir ki, System House Intelligence Students. Məktəblər uşaqlara nə edirlər? Identify their personal ambitions. Arzuları haqqında heç bir şey vermədi. Help each other. Bir-birinə kömək eləməyə, əməkdaşlığı haqqında heç nə vermədi. Ona görə bu da düzgün cavab deyil. Have confidence. Məncə C olacaq. Have confidence in their potential to succeed. Yəni özlərindən uğur qazana biləcəklərinə inanmaqda. Düzdür? Line də yoxdur. Particular strength line. Necə? Amma burada Pardon. deyə particular strength line onların yəni xüsusi güclü bir Yəni şey xüsusi güclü mənasıdır. tərəflərindən danışır. Orada da güclü tərəfləri və sair haqqında da məlumat verilməmişdir. Eynən. Onlara potensiallarına güvəndirməkdə, falan öz deyildi orada. potensiallarına eynən. Ona görə də cavabımız olacaq C variantı. Başa düşdünüz bunda? Keçdik buna. Bunun isə 4 paragrafda olduğunu verir. 1, 2, 3. 10-12 nəfərlik, 10-12 yaşlı qruplara bölüb, yox, 10-12 yaşlıları 2 qrupa bölüb və hamısına deyilib ki, hə, bunu oxumuşduq bayaq yadınızdadır. Bəzilərinə deyib ki, sən ağıllısan, ona görə düz tapdın. Bəzilərinə deyib ki, sən yaxşı çalışdın, ona görə düz tapdın da. Sonra da görüblər ki, kimə sən ağıllısan deyiblərsə, onlar daha az risk götürürlər. Çünki onlar ağıllı olaraq da müəllimin gözündə qalmaq istəyirlər də. D deyil. D. A'ya baxaq, deyir ki, tend to be less competitive. Competitive, no. Orada Hə, de, competition are var. afraid to push Are themselves afraid Afraid to beyond push limitlərini. limitlərini aşmamağa çalışdılar. Burada da nə Aha. demişdi? Demişdi ki, uğursuzluqdan qaçırdılar, effort göstərmirdilər, düzdür? Competitive sonra nədir ki? Rəqabətçil. Would not risk their sense of worth. Yəni öz dəyərlərini riskə atmaq istəmədilər. Yəni limitlərini keçmək istəmədilər də. Yəni cəhd eləmək istəmədilər qısaca, okay? Ona görə də deyil. Niyə tend to be less competitive? Competitive nə deməkdir? Rəqabətçil, daha az rəqabətçil oldular. Rəqabət haqqında bir şey verməmişdi. Generally az özgüvən haqqında da bir şey verməmişdi. Will only work hard if they are given constant encouragement. Davamlı encouragement verilsə hard işləyəcəklər falan, belə bir şey də verməmişdi. Sadəcə özlərini, limitlərini aşmağa qorxdular. Burada da onu deyir ki, sadəcə o taskları götürdülər ki, eləyə bilirlər. Sadəcə o taskları göstərsə, onu öz limitlərini aşmaq istəmədilər. So that's why our answer will be D for this question. Okay? Keçdik bundan. İndi burada adətən işləmədiyimiz paragraflara baxacağıq və görürəm ki, son 3 paragrafı işləməmişəm. Self-perception-ı keyword kimi götürürəm. Self-perception-da buradan tapıram. Daha criticism kimi götürək. Okay. Bir də bu adamı götürə bilərik. Bəlkə buralarda adı var. Yoxdur. Yuxarıdaydı. Buradadır, hə, kritisizm. Bu da burada. Medianı götürək. Okay. Bundan sonra gəlməlidir. Amma orada qabağa atdıq birini, yox. Yox, çünki ondan Biz qabağa qatdıq. əvvəlki Biz sualı idi. qabağa qatdıq. Aha. Media so. Əslində burada intervention deyil. Bu budur. Elə bunun içində olan Media yəqin. haqqında bir şey tapmadım. Hə, Paragraf harada? Recent evidence yazır orada. Hardadır? başında. Hə, burada. Diqqətlə baxmışaq. Amma bəs media hanı? Yenə intervention var, amma media haqqında bir şey görmədim. Mindset innovation Okay, qalsın yazır bu orada. paragrafa baxacağıq, amma Sözü əvəz qalsın. eləyə bilər ha başqa sözlə. Yoxsa İşte həmin söz Mən deyim sırf normalda. medianı axtarmıram. Media və sinonimlərini axtarıram. Motivational posters falan bu medianın Yox, part of poster. media getmi. Yox, media jurnalizm ola bilər, televizor proqramları ola bilər. Media nə Mən bilim. məncə Yəni, 26 bu targeted- sual axırıncı paragrafdadır. Targeted interventions olar, orada targeted. Baxarıq ona, İstək. baxarıq. Sonraki suala keçirik hal-hazırda. Baxırıq, bir sualın üzərində ilişib qalmayın heç vaxt. Gedin o biri suala. Negative impact deyək, high achievement, yüksək achievement-i götürək keyword kimi. Far better way. Yəni high achievement. Encourage students improving confidence. Success hardadır? Ondan iki cümlə yuxarıda Success, Aha, o achievement. cümlədir. İkinci cümlə. Sonra encourage söhbətində tapaq.
Are often a waste of time. Might well students at the notion of teaching concurrent. Phrasing olar. Yes, olar. Phrasing orada. Phrasing, Hı hı. tərifləmək olacaq. Okay, so. Yerlərini tapdıq. İndi başlayırıq 23-cü sualdan. Deyir ki, the way has handled criticism of her work in an admirable way. Handled yəni başa çıxa bildi deməkdir. Dweck deyir ki, öz işi ilə əlaqəli tənqidlərə heyran olunan bir yolda başa çıxa bildi də. Yəni onlara qalib gələ bildi. Buradaydı. She deserves great credit. Deyir, onun ehtiyacı var, böyük credit like, hörmətə ehtiyacı var. Cavab verməyə görə tənqidlərə və onu işinə adaptasiya eləməyinə görə accordingly. So sizcə cavab nə olacaq? Yes, no, yoxsa not kimi? Yes. 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 Bəli. Yes. Admirable way nə ilə əvəz elədilər? Deserves great credit. Yəni Great böyük hörmətə credit, layiqdir şəklində. Handled necə əvəz elədilər? Dedi ki, respond to it and adapt. Yəni ona işinə adaptasiya edə bildi də. Sonra görə də cavabımız oldu yes. Başa düşdünüz bunu? Müəllimə başa düşmədim. Deyir Biz- ki, ha, denəliyə. Bilirsiniz, niyə başa düşmədim? Burada deyir ki, o həll eləyib artıq. Yəni həll eləyib süjə nəticəsi var da, belə çıxır. Aha. Amma burada deyir ki, o bunu hak eləyirdi. Yəni böyük hörmət hak eləyirdi. Hak eləyir. Bunlara cavab Aygın hak eləyirdi deyir, hak eləyir deyir. eləyir, okey. Hörməti deyir, hak eləyir, elədiyinə görə. Demək eləyib də. Aha, Başa tamam. düşdün? Tamam. Əla. Çox sağ ol. Sən də sağ ol. Keçdik buna. Students representation is more effective driver of self-confidence than actual achievement. Deyir ki, özlərini qavrayışları daha önəmlidir self-confidence üçün achievementdənsə. Yəni görməliyik, achievement mi daha önəmlidir? Müqayisə axtarmalıyıq da. Self-perception mi daha önəmlidir? Eynən. Self-perception. Deyir ki, achievement stronger. Achievement daha... There is no evidence yazır. No, there is But there is evidence. evidence, sorry. There is Aha. evidence. Nə deyir? Deyir ki, achievement stronger. Yəni achievement daha yaxşıdır. Amma burada deyir self-perception more Perception. effectivedir. Aha. Ona görə Onlar nə cavabımız oldu? no olmuş olacaq. Başa düşdünüz? Okay. Keçdik bura. Burada media ilə bağlı bir şey tapmadıq ya da medianın sinonimi ilə bağlı bir şey tapmadıq. Bəli. Classroom ola bilər. Not good. Nə ola bilər? Classroom mediaya uyğun Classroom belə. səncə mediaya uyğun bir şeydir. Bu biri sinifdə, biri mediada. Okay? Google Ona görə- Classroom'dan alıb gəldi. No, deyil. Media nədir? Media televizor proqramları, nə bilim, jurnallarda, TV şovlar. qəzetlərdə olan şeylər, TV şovlar bunlar. Keçdik buna. Dedi bir attempts to encourage students to some achievement. Yəni, deyir ki, qəsdən uşaqlara əgər encourage eləsək ki, onlar can atsınlar yüksək achievement, bunun onların üzərində nə Negative. ola bilər? Negativ təsir Negative. ola bilər. Okay. Bence orada ikaz Posters. Sonra dedi, it is a waste of time. And might well students deluded So, notion. sağda deyir ki, praising students' effort in getting Bir dəqiqə, Ds teaching falan. competence such as... No, burada deyir ki, uşaqlara konkret skilllər öyrətməliyik də. Biz onlara deyir, prosta tərifləmək yerinə biz onlara skilllər öyrətməliyik, necə şey eləsinlər. Deyir ki, yoxsa bu bir deluded notion. Yəni nə deməkdir? Səhv yanaşma. Yəni success haqqında success-in həqiqi mənası yanılğı, yes. Yanılğıya gətirib çıxara bilər. So, yanılğıya gətirib çıxarmaq, yəni yanılğılı negatif. yanaşma, bu bir negativ effekt deməkdir, düzdür? Deyir ki, həm də burada görə bilərsiniz ki, it is waste of time da, yəni vaxt itkisidir. Ona görə də cavabımız burada negativ effekt yes olacaq. Başa düşdünüz? Niyə? Bu şeylər neydir? Posterlər falan. Deyir ki, sən bacaracaqsan falan filan. Deyir, bunlar əksinə də uşaqda yanılğıya səbəb olacaq. Waste of time da. Ona görə cavabımız burada yes. Müəllimə bir şey sorum. Buyur. Bu tip suallarda belə keywordlərlə getmək nə qədər necə deyim, effektiv ola bilər? Məsələn, siz bir sualda mediada demişdiniz ki, not given. Və məsələn, mən medianı işarə elədim, getdim axtardım, tapamadım. Ona Yeri görə fərqli. Məhəmməd bir sözə görə yox, iki söz həmişə deyirəm minimum götürməyimiz lazımdır. Və yaxud da 25-i tapa bilmədin, gedirsən 20, neynədim mən? 25-dən əmin olmadım, getdim 26-ya və 24 və 26-nın arasında axtarmağa başladım. Ardıcıl gəlir onsuz in order. Bura Yəni, həmişə bir- qorunur. 90%, 90
96-97% halda yəni belə. Çox passage 3-də bəzən bir sualı yerin oynada bilirlər. O da nadir hallarda bir sualın yerini oynada bilirlər. Okay? O da passage 3-də, digər passagelərdə yox. Ona görə də heç olmasa 2 söz götür. Bir verdim, mən orada mindset information'a götürmüşdüm. Hə, getdim onu tapdım, orada müəyyən elədim. Okay? Okay, so sağ ol. Əla, keçdik bunlara. Multiple'ımız var, son not given'ımız var. Bir də buna nifrət edirəm bunu. Amma bir şey də var ya, burada Bir də bəzən Azizə, mən bu son bunu işləyə bilmirəm. Mən də buna mən də nifrət edirəm. digər O sizin, sectionlarda cəmi 6 səhv çıxır gəlir. o sizin işləyə bilməməyinizlə əlaqəli deyil. O sualla əlaqəli bir şeydir. O çətin sual tipidir. Sadəcə bununla əlaqəli bir şeydir. Yəni personalize eləməyin. So, amma bəzilər olur ki, bunun kimi, bax, qəşəng keywordlər verib bizə. Yəni, gedək qəşəng keywordlər də bax. Sadəcə mən biraz şübhələnirəm ki, 1912 çox qabaqdadır da, okey. Yəni, bunun burada olmağı düşünmürəm. Ona görə biraz da aşağı düşmək istəyirəm. 52, 52. Yukarıda kaldı. Orada Okay. var. Yerini tapdıq. Bir də bu adam. Hələ bu paragrafda. Okay, so. One of the Barış, mən bir reasons- şey soruşa bilərəm. Aha. Mən bu sualın məntiqini tam tuta bilmirəm. Burada biz konkret eyni sözümü tapıb yazmalı, yoxsa sinonim tapıb Sinonimi yazırıq? tapıb yazırıq. Əgər özün yazırsansa eynisini yazırsan, amma buradakı kimi isə sinonimi yazırsan. Okay. So, başlayırıq bundan. Deyir ki, one of the remarkable things about from a something. A-dirsə bizim nəyə ehtiyacımız var? Əvvəlcədən deyimsə, sayıla bilən bir təksirə ehtiyacımız var da, düzdürmü? Yəni, avtomatik bəzi cavabları Teori. qapıdan çıxmamız. Bunu düzgün cavabı demirik. Düzgün cavabı tapa bilməyimiz zaten mümkünsüzdür. Səhvləri çıxırıq. F-i çıxdıq, D-ni çıxdıq, düzdür. Məncə, achievement sayılan simdir. Məncə, sayılmayan simdir da, düzdür. Achievement'i də çıxaq. Qrup ola bilər. A subject of debate. Baxın, a subject of debate deyəndə debata article qoymuruq. hazır. Çıxdıq. Okay, çıxdım variantlar, okay. You can one of the remarkable things about from a something is that he proposed a theory in continental drift. He was not a geologist. Okay, he was not a geologist. Gördünüz bu hissədə. İndi buralarda bir yerdə olmalıdır. E article ilə bir şey. Deyir ki, Aid ola bilər. Orada ters bir ekar yani. About Theory of drift. Bu buradır. Bu da buradadır. Okay. So, Beginner's life and work. one of the most interesting. Work ola bilməz. Remarkable about from a something deyir. Bioqrafik So, from- perspektiv ola bilər. Niyə? Bioqrafları harda tapırsınız? Harda tapdınız ki, yazdınız? Mən Then I fikirdə started Weakness Life and writing Work'tan, about- yəni onun həyatı və işindən sonra A Tour of Controversial da Yox, he sırf was not onun o geologist. bioqrafik şeyini görməyimiz lazımdır. No, razılaşmıyorum sizdən. When I start Olar. When I start, guys, When bir I dakika started guys, writing about- bir tane yani. When I started writing about life and work, onun həyatı və düzdür, iş haqqında yazmaq. Yəni onun biografisinin perspektivi deyir ki, mən nə zaman yazmağa başladım? Yəni bu bioqrafiyanı yazan adamdır da, düzdürmü? Biograferdir. Və adam Yes. yazmağa başlayanda gəldiyi fikir onun perspektividir də, düzdür? Çünki bu ay deyən kimdirsə, o biograferdir və onun perspektivini görürük biz hal-hazırda. Ona görə də burada cavabımız olacaq ay variantı. Okay. Rekord deyib ki, in my opinion, biz də deyirik ki, in his opinion. His'in yerinə biographer demişik. Opinion'dakı perspektivi də onu şəkilləri söyləmiş. Harada demişik biographer'də adam onun life-ını və work-ını, həyatını və işini yazıbsa, demək bir adam biographer'dir də, yəni biografi kitabı yazan bir insandır. Okay, bunu başa düşdünüz? Okay, burada word deyirsə, bizim əvvəlcədən yenə kafadan çıxırıq bəziləri, bizim cəmsimə ehtiyacımız var. Onda biz iki cavab arasında qalırıq da, düzdürmü? D ilə F. Mən olaraq baxaq. Onun professional interestləri limitli idi, atmosferik fiziksə uyğundur. Research metodları ikisi uyğun gəldi. Yox. İndi gedək hansı gərək daha uyğun gəlir. 1912-dən yenə də cavab nə götürək? Atmosferik fiziksi götürək keyword. Atmosferik Yeah, physics. atmospheric Okay. He trained as an astronomer to pursue the career. He trained as an Professional astronomer interest. pursued a career. Karyerasını deyir burada. Yəni professional interestidir də yeah. bu bunun, düzdürmü? Galiba. Peşəylə Nəyə bağlı görə olmalı. deyilən F işarətlədir ki? Cəms İki ehtiyacım dənə var idi böldü deyə ona görə. Sonra keçdim 33-ə. He was already a person of nə bilim nə. Məna Modest olaraq baxaq fame. da. Modest fame ola bilər və yaxud da However, he select, was no, select group olmayacaq. Nə fikir oraya yazıb orada? Okay, gəlin baxaq. Continental
Gedək Placement. axtaraq. 1912 deyir zaten. Bizim 1912-ni tapdıq. He was already a person of something. He was a Lecturer. lecturer in physics. Lecturer. Bir lecturer idi. Scientific. Yəni, Nə də ki, tamamilə tanınmayan biri idi. however, Ona he görə wasn't he wasn't an he unknown. wasn't Unknown. unknown. Yəni, Onda modest fame'dir. bəli, az da olsa məşhur var imiş bunu. Modest fame. Famous da oradan yadda saxlayın. Hə. 52 saat. They had been his of 52 saat in air balloon. Balonda Ne? nə ola Air bilər? balloon. Investigation ola bilər, exploration ola bilər. Research. Air balloon. Nəsə bir method. achievement, method ola bilər, bəli. Hədsə də world record. Dünya rekordunu qurub. Dünya rekordu. Dünya, Record breaking yəni achievement olar. record breaking. Record breaking achievement. Mhm. Nə yaxşı aşağı yazırlar. Bəzən olur ki, açar söz belə olanda çox rahat olur tapmaq. Sonra Greenland coast'u götürək. Bura var. De Greenland. Greenland var. Aşağıda, biraz aşağıda. Deyir ki, followed by his will published, but nə bilim nə. Dangerous highly expedition var published, orada. Hazardous dangerous, exploration. Extremely dangerous. dangerous nation ola Hazardous bilər. exploration. Hazardous Exploration. exploration. Termodinamikanı götürək. Bizim bölgədə he had also of E deyirsən. German scientist. A number of. Fizikçılar deyir. Scientific. Among a A small textbook'ta var. small and a number. circle of Meteorologist. Small. small select group seçilmiş Select group. small circle. Teacher, Okay. 34'ü de diyebilirsiniz. Nəyi? 34'ü. Aha. 52 saat, 52 saat. İşte dünya rekordunu qurub. Dünya rekordudakı record breaking achievement. Rekord qıran o qrup. Okay. Okay. Sonra qaldı. Bunu sona saxlayıram. Bilirsiniz niyə? Çünki keyword o qədər yoxdur deyə. Axırda qalan paragraflarda işləyəcəm. Burada verir fifth paragraph. Gedəsək. Reason in a specific event in career will say he often stopped pursuing a given line of investigation, sometimes for years or event, only to become later. Right, that's possible to his rapidly shifting interest. But onun maraqlar tez-tez dəyişib. Elə bir ki, investigationlar eləyib, sonra investigationları dayandırıb həyatında. In different sciences, which is a first index should be a sufficient guide for those. Adam götürüb indekslərə bölüb, yəni hər şeyi hissələrə bölüb də. Belirlenen deyirsən, əgər onun həyatında müəyyən bir aspekti ilə maraqlanıb, hamısına maraqlanmırsansa, gedib oranı oxuya bilərsən də. Mən öz hissim deyirəm, odur ki, the parts do not make bir dəqiqə. The parts do not take as much sense on on. Deyim ki, hissələr ayrı-ayrılıqda o qədər də şey olmur, məntiqli olmur. Yəni, bir yerdə olduğu qədər məntiqli olmur. Və deyirsən, hissəni ayrı-ayrı oxusan, o qədər məntiqli olmayacaq. Hamısını bir yerdə oxusan məntiqli olacaq. Bu cəhətdən mən çox təşviq edirəm readerləri ki, bütün as he lived it, try to experience eləsinlər onun həyatını yaşadığı kimi də, bütün interruptionlarına, fikir dəyişikliklərinə, yeni effortlarına falan. Sadəcə nə dedi? Dedi ki, işte onu mən hissələrdə bölmüşəm. Bu hissə oxumayın da, gedin siz bunu full şəkildə oxuyun və full şəkildə oxumaq sizin üçün daha yaxşı olacaq, başa düşmək. Describe what motivated him. Onun nəyi motive elədiyini verdiyi qayəsi yox. Onun nəyi motive elədiyini vermədən. Burada deyirsən. Və explaining why it is desirable to read the whole book. Niyə bütün kitab oxumalısınız? Da dedi də, çünki dedi ki, onda daha yaxşı başa düşəcəksiniz falan. Başa düşdünüz niyə cavab idi? Bəzən tələbələr gedir ki, orada different careerlərə görə bunu yazır, amma bu niyə different careerlər elədiyi haqqında deyil axı. Sadəcə dedi ki, adam seçib də, səbəbini vermədi ki. Sonra göstərici də vermirdi, indikator da Bəli. göstərirdi. Indicating what's going on in life interesting. No, most ən çox onu nəyə maraqlandırdığını vermədi axı, düzdür? Mənə maraqlı olan buydu deməkdir. Yes. Bəs tam variant idi, bir dənəsini explain edib, ancaq bir dənəsini onda səhv götürəcəklər, yoxsa necə? Ancaq karyerini izah edir də tam ki, qalanlar da mırt example kimi verir. Adətən hamısını verirlər. True false not given kimi düşün. Yəni false olur o birilər, not given olur, biri true olur. Okay? Keçdik 6-cı paragrafa. Bundan sonraki paragrafda da 5 ilə. Okay. Harada qalmışdıq biz? Buradaydıq. İndi
Bir dəqiqə, biz harda qalmışdıq? Bunu oxumuşduq, indi bunu oxuyuruq da, düzdür? Bigger Left Behind Deyir ki, arxasında bir neçə published olmuş worklər buraxdı, amma as was standard practice, this reported the results of his work, not the journey he took. Deyir ki, bu onun işlərinin nəticəsini göstərirdi də, onun journey-ni göstərmirdi. Sadəcə many thousand letterlərdən bir neçəsi, yəni FU'su, bir neçəsi də, yazdığı bir neçəsi received in his lifetime have survived. Həyatında yəni aldıqlarından bir neçəsi sağ qalıb və he didn't keep notebooks or diaries. O saxlamayıb gündəliklərini, notebooklarını, kağıdakı həyat haqqında yazılmışdı. O deyir ki, aktiv deyildi, bir neçə istisna olmaqla scientific society-lərdə və axtarmırdı təsir və yaxud da ki, advanced ideyalarını through professional context, professional kontaktları vasitəsilə və politiklər vasitəsilə və həyatının əksəriyyətini evdə keçirilib in his study reading and writing, oxuyaraq və yazaraq və yaxud da ki, in the field collecting observationlar edərək. Adamın deyir, həyat haqqında o qədər bilgimiz yoxdur, çünki səbəblərini verdik ki, işte bizim onun həyat haqqında niyə bilgimiz yoxdur. Geçtiği buna. Okay. He wasn't a person. Deyir ki, ambitious person değildi. Sizce true mu false mu not given mı? Bence not given da. Like, ambitious da hakkında hiç şey vermemişti. He kept all scientific observations. Böyle bir şey, bütün hamısını saklamıştı demedi. Yine top man of scientific practice oldu. He didn't adopt many. See, he didn't adopt many of the scientific practices of the time. Vaxtın bir neçə scientific practice-lərini qəbul eləməmişdi adam. İşte aktiv değildi, seek find influencer, nə bilim, professional contact, düzdür. D variantı true, false, not given. D variantı deyən. Ama bu da bir şey var ya, ama scientific practice-lərini qəbul eləməmişdi. Bir dəqiqə, D-ni konkret çıxıram. B-ni konkret çıxıram. Bəs ambitious olması haqqında bir şeylər var mı? Bəs orada demir ki. Didn't seek find influencer on the professional. Okay. Axtarmırdı deyirdi ki, təsir və yaxud da ki, advanced ideyalar üzərində professional kontaktları vasitəsilə. Yəni o qədər də mən qabağa gedim deyən bir insan değildi də. Vaxtını evdə keçirirmiş. Yəni ona görə yəqin ki, ambitious değildi. He didn't adopt many of the scientific practices of the time. Qəbul eləmədi scientific practice-ləri. Hansı scientific? Burada onun şəxsi cəhətdən çox önə çıxan bir insan olmadığını və özünü cəmaatın gözünə belə göstərmək istəmədiyini göstərirdi. Scientific cəhətdən nəyisə eləmədiyini göstərmirdi o adamın. Sadəcə həyatı mövzusunda çox da belə hamıya göstərmək istəmirdi achievementlərini. Yəni o qədər də ambitious bir insan değildi. A variantı məncə daha yaxın olacaq o bir variantlara baxdıqda. Okay? Sonra keçək 39-a. Green nə deyir? Vaxtımız az qalıb, tez baxaq. Green görsəz mənə deyir. Haradadır bu? Niyə yoxdur? Final paragraph. Green olsa bu adamın adıdır. Okay. Famous scientistlər. Famous scientist. Görə buna nə deyir? Çoxu deyir ki, materiallar buraxılar arxalarında. Yüzlərlə notebooklar, letters numbering in the tens of thousands. Others like Michael Faraday left extensive journal authors also. Mesela bunlar speculationlarını falan da bırakıblar. The more such material scientific, nə qədər deyir o material bıraxsalar, o qədər deyir daha çox şansı olur da biografiyanın onun həyat haqqında yazmağa. Bəzi araqda nə deyir? Deyir published works had a greater impact. Greater impact, daha çox təsiri. Comparison yox idi orada, 2002-2002-dən daha çox idi. Then fear doubt about scientific. Şübhəsi haqqında bir şey gördüyümü, no, this is more controversial. Mübahisəli olmasın, no. Exactly değil. They are easier. Deyir ki, onları yazmaq daha asandır. Burada da nə demişdi? Demişdi, nə qədər çox material bıraxsalar, o qədər çox şans olur da biografiyanın onların həyat haqqında yazmağa, yəni daha asan olur. Onların həyatını yazmaq. So that's why the answer will be D, this question. Okay? And sonunda keçirik buna. We are not in a real sense of we plan think and act often with apparent freedom, but most of the time our lives happen to us, and we often respond to this intercurrent narrative of the differences most of life aside plan that intended, and the life of certain people happened to him. These are you will soon see not always the same thing. Okay. Qısaca nədən danışdı? İşte deyir ki, mən onu düşünürəm ki,
What is the sense of others in of our lives? Bizim həyatımızdakı are not in any real sense of the role. Sonra bizim şəxsi həyatımızdakı otherlarla deyir hər hansı bir əlaqəsi yoxdur bu cəhətdən. Biz planlayırıq, düşünürük və davranırıq adətən azadlıqla. Amma bizim həyatımızın əksəriyyəti sadəcə bizə baş Mən verir bir şey deyə və bilərəm. bir dəqiqə gözlə və biz onlara cavab veririk narrativ şəkildə. Bu kitab beləliklə bir storydir. Alfredin həm həyatının, həm də scientific work-unun planlandığı and intended, planlanmış və niyyətlənmiş forması is life and scientific work. And scientific work hansı ki ona sadəcə baş verib. Bunlar düşünürəm ki, you will soon, sən tezli, not always the same thing. Bunlar deyir, eyni şeylər deyirlər də. It's not enough in life to have good intentions. Yaxşı niyyətə sahib olmaq deyə bir şey yox idi. People need to plan carefully if they want to succeed. Planlama no. People have little control over many aspects of their lives. İnsanların bir həyatları üzərində az kontrolu var. Bunu necə paraphrase eləmişlər? Kimə kömək Happen edir? to us Yes, var bizim idi. başımıza gələnlər happen to us, happen to və bir də deyir ki, like biz ona sadəcə reaksiya veririk də. Yəni hər şey bizim başımıza gəlir. Biz həyatda olanlara sadəcə reaksiya veririk. So people have little control over many aspects of their lives. So cavab olacaq C variantı bu hissədə. Başa düşdük? Keçək buna. I didn't get it. Can you repeat, please? Yes. Burada deyir ki, həyatdakı çox şey bizim sadəcə başımıza gəlir. Burada da deyir ki, bizim həyatımızla əlaqəli az kontrolumuz var. Bəli də başımıza gəlir də biz nə eləyə bilmirik. Hə. Az kontrolumuz var. Okay? Sonra keçək bunlara. Bunlar adətən işləmədiyimiz paraqrafların içində ilk paraqrafları işləməmişik. Hansındansa bir keyword tapmağa çalışaq. Məsələn, nə? Plate Plate tectonics. tectonics. Yes. Buralarda bir yerdə tapsaq qəşəng Deyip olar. get plate tectonics. Charles Darwin altında. Okay. Bir de var. Burada var. Burada. Yes. Okay, başlayaq onda bunu eləməkdən. Displays between the and the modern are enormous. Deyir ki, onların arasında nə var? Bigger'in teorisi ilə continental drift haqqında. Modern deyil şeyin arasında nələr var? Oxşarlıqlar var, düzdürmü? Yes, Bu bir de yukarı deyip namely plate tectonics'in yanında dediler. Plate tectonics quite different. Okay. From Virgin. Onunkundan deyir differentdir. Burada mənə deyir oxşarlıqlar enormous. Cavab? Enormous. Cavab? No. No. Geçdik buna. Scientific fields. Bir çoxlu scientific fielddən ona kömək elədi. İşte burada görürsünüz geography'dən bunlar ola bilər də, düzdürmü? Mhm. Relied on a limited range of. Nə deyir? Yəni Orada da large Continental number limitdir. değil. Amma burada large number. Yani Cavab? continents No. 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 Burada limitli ama burada geniş deyir. Okay. Yeah. Geçdik buna. Fixed in number of respected scientific publications mesela. Remain götürə bilərik. fixed in place. Remain Harda da fixed in fixed in place. place. Amma yenə bayaqki ilə eyni məsələ. Scientific publication. Publication nədir? Jurnaldır, nə bilim, kitabdır falan filan. Onlar haqqında bir məncə Hı. bilgi yoxdur. Yoxdur Məncə not heç. given. Not given. Not given. Not given. Continental drift. While he was alive. Yaşadığı vaxtda. Continental drift var orada. Ne Bir nasıl? dakika propose story. Went through edition and one international. Was the focus Orada ölümündən sonra Öyle şey, değil. in his lifetime nə deməkdir uşaqlar? Onun hayatı yani yaşadığı vakit. Ömrü Yaşadı. hayatı boyunca. Həyatı boyunca. Yani he was alive da, düzdürmü? Controversy nəyin sinonimədə? Were disputed Var. sinonimədə. Var. Cavabımız nə oldu? Yes. 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 Bəziləriniz gördünüz, after sizdə cavabını oyacaqdınız. No, nə deyir? Deyir, həm həyatında, həm də öləndən sonra deyir gördüyünüz kimi. Amma burada deyir ki, işte alive olanları yaşayan daha düzdür də, həyatında da var idi. So that's why our answer will be yes on this question. Did you understand? Yeah. I Okay. have a question. Any questions about this? Mimi, I have a question. Yes, ask please. Bir şey soracağım. Belə bir sınavın vaxtını dəyişmək olur bərisində. Bilmirəm, onun barəsindən soruşarsın. Soruşmuşam. Daha doğrusu indi cavab vermiyorum çünkü sabah dəyişmək istirdim ona görə. Məncə olmur, amma yenə də soruşa bilərsin. Okay. Yəni sınav İmtahan neçəyə gedir? vaxtını dəyişmək olur bəs? Yox, imtahan vaxtında 2 həftə qalmışa qədər falan dəyişmək olur bildiyim qədərilə, qalan vaxtlarda dəyişmək olur.
Sınaq neçəyədir müəllimə? Neçədir Sınaq. olsuna? 55 manat olmalı deyəsən. 55 manat. Okay. Tamam. Guys, I will upload this video. And you will be able to watch it on YouTube. Right now I'm going to join another class. So see you Arzu for... xanım, Yes, Raul. bəs mən onların Biləlim. özünə yazdım, ancaq indi işləmir.